Bugünkü dərsimiz şəbəkə arxitekturası və simsiz şəbəkə texnologiyalarıdır. Əslində biz sizlə simsiz şəbəkə texnologiyaları haqqında bir qədər danışmışıq. Daha doğrusu informasiyanın simsiz şəbəkələr vasitəsilə ötürülməsi haqqında. İndi daha ətraflı məlumat verəcək. Yəni ilk öncə baxaq bizdə şəbəkə arxitekturası nədir? Deməli, şəbəkələrin qurulması üçün lazım olan standartlar, topologiyalar və protokollar toplusu bizdə birlikdə adlanır şəbəkə arxitekturası. Biz şəbəkə arxitekturasına sizinlə Ethernet üzərindən baxacağıq. Yəni Ethernetin timsalında baxacağıq. Ethernet nədir? Hansı burada topologiyadan istifadə olunur, hansı protokollardan istifadə olunur və s. kimi. Ethernet iki sözdən, Ether və net sözündən istifadə olunaraq yaradılıbdır, yəni söz olaraq. Ether bizdə efir, net də şəbəkə deməkdir. Yəni efir şəbəkəsi kimi istifadə olunur. Gəlin belə bir cədvələ baxaq. Ethernet arxitekturasının bizdə parametrləri və həmin parametrlərin qiymətləri haqqında cədvəldir. İlk olaraq bizdə topologiyada baxaq, topologiyada bizdə nədir? Hansı topologiyadan istifadə olunur? Şin topologiyasından istifadə olunur. Giriş metodu GSM CD protokoludur. Ötürmə sürəti 10 megabit. İndi qabaqda biz baxacağıq, bunun daha sürətli formaları var. Müxtəlif texnologiyalardan istifadə edilməklə sürəti artırılmış. Bu standart, ilk yaradılmış Ethernet arxitekturasından gedir söhbət. Ötürmə mühiti bizdə hansıdır? Koaksial kabel. Bu da yenə dəyişir dediyim kimi. Qabaqda baxacaq, bizdə fiber optik kabeldən də var, sarımış cütdən də var. Sonlandırıcılar mütləqdir. Çünki bizdə şin topologiyasıdır. Şin topologiyasında da biz demişdik ki, sonlandırıcılar mütləq istifadə olunmalıdır. Ona görə də Ethernetdə də istifadə olunur. Şəbəkə segmentinin uzunluğu, yəni bir xəttin uzunluğu deyək, 500 metrə qədər olur və həmin segmentə ən çox 100 komputer quraşdırıla bilir. Ümumi şəbəkənin uzunluğu 2 km yarımdır və ən çoxu 1024 komputer quraşdırıla bilir. Bu kimi limitləri var. Gəlin indi baxaq bu Ethernet arxitekturasının hansı növləri var. Yəni bu standart Ethernetdə gedir söhbət. Bizdə iki standartda olur. 10 base 5 standartı, bir də 10 base 2 standartı. Bu 5 və 2 istifadə olunan kabelin qalınlığından asılıdır. Yəni qalın kabel bizdə 5, daha incə kabel isə bizdə base 2 standartından işləyir. Aydındır bu. Bizdə müxtəlif zamanlarda ötürmə sürəti müxtəlif olan belə deyək, Ethernet standartları ortaya çıxıbdır. 100 megabitə qədər olan fast Ethernetdə biz demişdik ki, bundan qabaqki cədvəldə baxanda dedik ki, Ethernetin sürəti nə qədərdir? 10 megabitə qədərdir, düzdür? İndi bu daha sürətli versiyası olan 100 megabitə qədər olandır, fast Ethernet. Sonra bizdə gigabit Ethernet var ki, adından görsəndiyi kimi artıq sürət gigabitə qalxıbdır. Sonra da 10 gigabit Ethernet var ki, aydın məsələdir ki, adından görsənir ki, sürət 10 gigabit üzərindədir. Daha sonra, burada artıq 0 yazmışam. Harada qaldı? FL falan. Hə, burada yazılıbdır da. Ethernet bizdə dedik ki, koaksial kabeldəndir, düzdür? İstifadə olunan ötürmə mühiti koaksial kabeldir. Amma bizdə sarılmış cütdən istifadə oluna bilər. Sarılmış cütə ingiliscə nə deyirlər? Twisted pair deyirlər. Düzdür, baş hərfi T-dır. 10 base T. Biz deyirik ki, 10 base 5, 10 base 2 var idi koaksial kabeldən işləyəndə standart olaraq. 10 base T bizdə twisted pair sözünün baş hərfidir. Sonra bizdə fiber optik kabeldən istifadə olunaraq 10 base FL var. Fiber line, yəqin ki, fiber line kimi. F-i fiber olaraq yadda saxlayın. Bunlardan istifadə edərək də şəbəkəni qurmaq olar. Yəni, bayaqki cədvəldə göstərdiyimiz koaksial kabel dəyişkəndir. Yəni, mütləq koaksial kabel olmalı deyə bir şey yoxdur. Standart dəyişdikcə dəyişir. Yəni, koaksial kabel isə 10 base 5, bir də 10 base 2 standartıdır. Dediyim kimi,
sarılmış cütdən, burulmuş cütdən olanda 10BST standartı, yəni təkrar deyirəm. Fibra optikdə də 10BS FL standartıdır. Aydındır bu? Sözlərcə yadınızda saxlasanız, yadda saxlamaq asandır. Keçdik biz simsiz şəbəkə texnologiyalarına. Burada belə bir şey var ki, biz bu daha əvvəl saydığımız Ethernetdə simsiz deyil, daha sonra naqilli ötürmə vasitəsidir. Da fərqi yoxdur. Koaksial kabel olsun və yaxud da hər hansı başqa biri olsun. Bunlar hamısı naqilli ötürmə vasitələridir, düzdürmü? Simsiz ötürmə vasitələrindən biz sizdən danışmışdıq. Hansı vasitələr var idi? İndi texnologiyalardan danış. Bu ötürmə vasitəsidir, düzdür? Bax, saydıqlarınız radio siqnallar, mikrodalğalar və peyk rabitəsi bu ötürmə vasitələridir. İndi texnologiyalardan danışırıq. Bunlar haqqında da sizə məlumat vermişəm. Deməli, bizdə Wi-Fi var idi, WiMAX var idi, ondan sonra Bluetooth var idi, ondan sonra başqa nə var idi? İşıqdan əlaqəli olan. Li-Fi var idi, düzdür? Gəl indi bunlara baxaq. Bizdə simsiz şəbəkə qurularkən, yəni ki, iki qurğu arasında simsiz əlaqə yaradılarkən iki üsuldan istifadə olunur. İki üsuldan. Ad hoc, bir də infrastruktur. Ad hoc nədir? Qurğudan qurğuya, qurğudan birbaşa qurğuya. Yəni ki, tutaq ki, Bluetooth kimi. Bluetooth-dan tutaq ki, qoşulursunuz siz qarnitura. Bluetooth qulaqlığa qoşulursunuz, qulaqçığa. Bu zaman necə olur? Sizin smartfonunuz bir də qulaqçıq bir-birinə birbaşa bağlanır Bluetooth vasitəsilə, düzdürmü? Ad hoc və yaxud da Bluetooth-dan bir-birinizə nəsə göndərirsiniz. Əvvəllər daha çox istifadə olunurdu. Bu dəqiqə Bluetooth-dan nəsə göndərmək o qədər də populyar deyil. Amma Bluetooth-dan nəsə göndərəndə o da eyni. Birbaşa telefondan telefona gedir, düzdürmü? Bu bizdə oldu ad hoc. Bir də var infrastruktur. İnfrastrukturla bağlanmaq üçün bizdə artıq bir-birinə bağlanan iki qurğudan əlavə bir dənə də mərkəzi qurğu olmalıdır ki, hansı ki bu iki qurğu arasında, iki qurğu deyirəm daha çox da, yəni şəbəkə qurğularkən istifadə olunan qurğular. Bunların arasında əlaqə yaratmaq üçün daha bir qurğuya ehtiyac var. Yəni mərkəzi bir qurğuya ehtiyac var. Məsəl üçün götürə bilərik ki, evinizdə istifadə etdiyiniz modem, router, Wi-Fi aparatı deyirsiniz. Bax, onu götürə bilərik. Wi-Fi vasitəsilə bir smartfondan və yaxud da bir kompüterdən digərinə qoşulmaq üçün bizdə artıq görürsünüz əlavə bir qurğuya ehtiyac var. Bu zamanda bizdə artıq infrastruktur yaranmış olur. Aydındır bu? Baxaq, bu bayaq dediyim naqilsiz qoşulma texnologiyalarıdır. Hansılardır? Wi-Fi var. Sözün açıqlamasını görürsünüz. Standartı da verilib. IEEE 802.11 standartıdır. Bunun ötürmə vasitəsi deyil, ötürmə məsafəsi məsələsi var. Açıq havada 150 metrə qədər məlumat ötürə bilir. Açıqlıq yerdə. Açıq hava nəyə deyirəm? Yəni, heç bir maneə olmazsa. Maneələr, yəqin ki, öz şəxsi təcrübənizdən də görürsünüz ki, məsəl üçün, evin divarı olsun və yaxud da hər hansı bir başqa vasitə olsun, Wi-Fi-nin ötürmə gücünü, ötürücülük qabiliyyətini aşağı salır. Düzdürmü? Sonra bizdə gəlir Li-Fi. Li-Fi işıq vasitəsilə, sayrışan işıq vasitəsilə informasiyanın ötürülməsinə əsaslanan texnologiyadır. Hazırda günümüzdə o qədər də populyar deyil. LED işıqların sayrışması nəticəsində onu oxuyan cihazlar informasiyanı alırlar. Sonra WiMAX-dır. WiMAX haqqında sizdən danışmışdıq proqramın daha əvvəlki dərslərində. Bu, daha uzaq məsafəyə məlumatın ötürülməsi üçündür. 25-80 kilometr məsafəyə WiMAX vasitəsilə informasiyanı ötürmək mümkündür. Bir də Bluetooth, bayaqlar dediyimiz 2,4 GHz tezlikli radio siqnallardan istifadə edərək məlumatları ötürür. Bunun mənfi cəhəti odur ki, qoşulma məsafəsi, yəni işləmə məsafəsi, informasiyanın ötürülmə məsafəsi deyək, azdır, cəmi bir neçə metrdir. Amma bir üstün cəhəti var ki, ad hoc rejimində işləyir. Yəni, işləməsi üçün bayaq da Bluetooth-un adını çəkmişdim.
əlavə heç bir qurğuya ehtiyac yoxdur. İki qurğu bir-birinə rahatlıqla qoşula bilir Bluetooth vasitəsilə.